Sizə yüngülvari İrlandiyanın problemləri haqqında danışmaq istəyirəm. Demək, gördüyünüz kimi bomba kimi hava var, gün çıxıb. Hər şey dəf kimi, bomba kimi. Amma bu martdan sonra başladı gün çıxmağa, belə deyək, mart çıxdı, dərd çıxdı. Gün çıxıb, amma hava məsələn 14 dərəcə, 15 dərəcə, yəni maksimum da dirənən yeri 16 dərəcədə, yəni belə şey deyil. Mən belə başa düşdüm ki, bunlar soyunmağa bəhanə axtarır. Başlayırlar soyunmağa falan bəs məkan. Biraz günün ucu görsənən kimi belə deyək. Ondan başqa digər problem. İşə gəlsən, kondisioner qoşublar. Ventilator qoşan kim, kondisioneri qoşan kim. Kondisioner adamın var yoxun söyərək. 15 dərəcədə, yəni 15 dərəcə nədir ki, yəni onda sən bu 35 dərəcə olanda nə etməlisən? Yəni girib şeyin içində yaşamalısan, xaldenin içində yaşamalısan, yəni marazilkada zətdə. Qardaş, bunların termostatı xarab olur. Yəni 100% bunların termostatı xarab olur. Azərbaycandan təcili sürətdə termostat ustası axtarırıq. Yəni kimin belə dostu tanışı varsa, termostatla məşğul olan belə deyək. Göndərin gəlsin bura. Burada konkret iş var. Vay Burat, yəni niyə də? Yəni 15 dərəcə nə olan şey ki, mən hələ də yorğana bükələnib yatıram, nə bilim, kurtkazak geyinirəm. Bunlar sağ qardaş, güllü gülistanlıq. Yəni biraz gün çıxsın soyunaq, biraz nə bilim nə olsun ayıraq. Orada da Titanic doşum. Irish Fresh. Irish Fresh. Hey, how are you? Burada da gənclər məşğul edir. Deməli belədir. Burada Karoçi Titanic'in dayandığı şeylərdən biri, asnalıqlardan biri bura olur. Dəf kimi, hər şey bomba kimi. Özü yaxşı bax.